Salam dəyərli YouTube kanalı izləyicilərim. Hər birinizi xoş gördük. Dərzi hazırlıq dərslərimiz davam eləyir. Bugünkü videomuzda sizlərə əsasən iki saplı zəncirvari toxuma tikiş maşınlarının iş prinsipi və tətbiq sahələri haqqında ətraflı məlumat vermək istəyirəm. Elə isə gəlin birlikdə öyrənək. İlk öncə qeyd edeyim ki, iki saplı zəncirvari tikiş maşınları iynə və ilmələyici sapından istifadə edərək tikiş əmələ gətirir və bu prosesdə özü 4 mərhələdən keçir. Deməli, bura daxildir. İynənin enməsi və ilmələyicinin hərəkəti, ilmənin alınması, sapın ötürülməsi və materialın irəliləməsi və ilmənin qarşılıqlı daxil olması. Tikiş xüsusiyyətlərinə nəzər saldıqda isə müəllimlər, tikişin üst səthi məkik tikişinə bənzəyən sınıq xətt kimi görünür. Alt səthdə isə saplar zəncirvari və qabarıq formada yerləşir. Elastiklik baxımından da bu tikiş məkik tikişindən 2 dəfə daha elastikdir. Uzunluğu dartdıqda isə hətta 30-35% uzana bilir. Tətbiq sahələrində isə əsasən iki saplı tikiş, elastiklik tələb olunan sahələrdə geniş istifadə olunur. Buna da misal olaraq, məsələn, trikotaj geyimlərini, kişi köynəklərini, şalvarların orta tikişlərini, ilgəklərin hissələrini misal göstərmək olar. Sökülmə və sap sərfinə gəldikdə isə əsasən bu tikişin üstünlüklərindən biri də üst sapın uc hissəsini çəkdikdə asanlıqla sökülməsidir. Ancaq tikişin hər hansısa bir ortasından sap qırılarsa, sapın sökülməsi çətinləşəcək müəllimlər. Və digər tərəfdən də sap sərfi adi toxuma tikişinə nisbətən 2-3 dəfə daha çoxdur. Yəni sap burada daha çox istifadə olunur. Və sonda isə əsasən buna uyğun maşınlar haqqında məlumat vermək istəyirəm. Gəlin, bu tikişi yerinə yetirən bəzi maşın növləri ilə tanış olaq. Bunlardan isə biz sizinlə 237-ci sinif maşını və 976 bir sinif maşınları ilə tanış olacağıq. İlk öncə gəlin nəzər yetirək 237-ci sinif tikiş maşınına. Deməli, əsasən bu maşın iki saplı, iki paralel tikişli zəncirvari tikiş maşınıdır. Kişi köynəklərinin yan tikişlərini, qolları, silindrik formalı geyim hissələrinin tikilməsini üçün istifadə olunur. Yüngül və orta qalınlıqlı materiallar üçün də daha uyğundur. Və əsas texniki göstəricilərə nəzər saldıqda isə fırlanma sürəti 4000 dövr dəqiqədir. Bu onun sürətli işləməsinə imkan verir. Tikiş addımı 1,7-3,2 mm arasında dəyişir. İynə nömrəsi 90-110 mm-dir. Orta qalınlıqlı parçaların tikilməsində daha əlverişlidir. Platforması isə özü əsasən P formasındadır. Silindrik və dar bölgələrin tikilməsi üçün daha əlverişlidir. Üstünlükləri isə silindrik detallarda tikiş asanlaşdırır, paralel tikişlərin tikişini möhkəmlədir və sürətli işləmə qabiliyyətinə, sadə quruluşu ona çox funksiyalı olması üçün etibarlı zəmin yaradır. Digər maşınımız isə 976 bir sinif tikiş maşınlarıdır. Bu maşınlar da əsasən iki saplı, iki iynəli zəncirvari tikiş maşınıdır. Kişi şalvarlarının orta tikişlərinin bərkidilməsi üçün nəzərdə tutulub, həmçinin də yüksək möhkəmlik və elastiklik tələb olunan tikişlər üçün də daha əlverişlidir. Texniki göstəricilərinə nəzər yetirdikdə isə fırlanma sürəti 500 dövr dəqiqədir. Tikiş addımı 0,2,8 mm-dir. Paralel tikiş arasındakı məsafə 0,5 mm təşkil eləyir. Yağlama sistemi, avtomatlaşdırılmış, mərkəzləşdirilmiş yağlama sistemi var. Bu sistem maşının hissələrinin uzun ömürlü, əlverişli olması üçün etibarlı zəmin yaradır. Üstünlüklərinə nəzər saldıqda isə sıx və elastik tikiş yaradır. Orta tikişlərdə tikişin açılmasının qarşısını alır. Avtomatik yağlama sistemi görə texniki xidməti daha asanlaşdırır və paralel tikişlərin keyfiyyətinin artırılması üçün bir nömrəli tikiş maşını hesab olunur. Bugünkü dərsimizdə bu qədər müəllimlər. Ümid edirəm ki, hər biriniz üçün əlverişli oldu. Diqqətinizə görə sonda hər birinizə təşəkkürümü bildirirəm. Çox sağ olun.